Əziz izləyicilərim, bugün mən sizə talasemiya və talasemiya daşıyıcısı haqqında bir neçə kəlmə əsas məqamlardan danışmaq istəyərdim. Niyə? Çünki suallarınız bu haqqda çox olur və bəzən pediatra müraciət edəndə biz sadəcə qan analizə baxanda biz valideynlərə ötürürük ki, çox güman ki, bu uşaq talasemiya daşıyıcısıdır və analar dərhal narahat hiss etməyə başlayır, özünü çox sual verir və bu sualları mən toplayıb sizə bir neçə əsas məqamlardan danışmaq istəyirəm. Bir var talasemiya, bir var talasemiya daşıyıcısı. Talasemiya nədir? Talasemiya hemoqlobinin yaranmasına irsi bir xüsusiyyətdir. Yoluxucu deyil, heç kimin günahı deyil, doğuşdan bəlli olan bir diaqnozdur. Və bu diaqnoz əgər vaxtında qoyulsa, müalicə ilə, nəzarətlə idarə olunan bir prosesdir. Talasemiya daşıyıcıları isə tam sağlamdılar, normal həyatını davam etdirə bilirlər çətinliksiz. Amma hər iki valideyn talasemiya daşıyıcısısa, uşaq talasemiyanın özü ola bilər. Və bir sual var ki, talasemiya daşıyıcısı daha sonra talasemiyaya çevrilə bilərmi? Xeyr. Talasemiya daşıyıcısı talasemiyanın özünə çevrilə bilməz. Əgər sizin uşaqda tez yorulma, iştahsızlıq və çəki artımının bir qədər zəif olduğu, tez-tez xəstələnmə varsa, araşdırmaq lazımdır. Bu hər iki halda talasemiya daşıyıcılığı adi normal qan analizindən təsdiq olunur və diaqnoz qoyulur.